Erkən boşalma kişinin özünün və ya partnyorunun istəyindən asılı olmayaraq və yaxud da hər iki tərəfi və ya bir tərəfi qane etmədən spermanın tez xaric olması və ya orqazmın tez olmasına deyilir. Bu erkən boşalma problemi, yəni spermanın xaric olması, yəni kişinin boşalması cinsi əlaqədə, yəni kişi cinsi orqanının qadın cinsi orqanına daxil olmamışdan öncə və ya sonra ola bilər. Ümumiyyətlə, erkən boşalma problemi kişilərdə və həmçinin də qarşı tərəfdə partnyorda müxtəlif psixoloji özgüvənsizlik, cinsi əlaqədən qaçma və müəyyən narahatçılıqlar və fobiyalar növbəti dəfə də erkən boşalma olacaqmış kimi düşüncəsi nəticəsində hətta cinsi əlaqədən qaçma kimi hallar da yarada bilir. Ona görə də erkən boşalmanın müalicəsi tam qaydasında olunmalıdır. Amma bir məsələ var ki, həqiqətən də erkən boşalmanın istənilən növü səbəbindən və ya növündən asılı olaraq müalicə olunandır. Yəni, proqnoz yaxşıdır. Erkən boşalmanın tibbi göstəricisi olaraq baxsaq, biz erkən boşalmanı uroloji baxımdan belə qiymətləndirə bilərik. Kişi cinsi orqanı, qadın cinsi orqanı penetrasiya etməmişdən öncə, yəni daxil olmamışdan öncə olan boşalma və ya daxil olduqdan sonra olan boşalma. Amma Amerikan Psixiatriya Assosiasiyası erkən boşalmanı 3 mərhələdə qeyd edir. Belə ki, yüngül, orta və ağır dərəcəli erkən boşalma halları qeyd olunur. Ümumiyyətlə, nəyin erkən olub olmaması və erkən boşalma nə dərəcədə erkəndir, bunu əslində siz öz həkiminizə yaxınlaşanda o həkim tərəfindən araşdırılır. Erkən boşalmanın həqiqi və yalançı növləri ola bilər. Belə ki, həqiqi erkən boşalma ümumiyyətlə partnyorla cinsi əlaqədə olarkən, partnyor deyərkən biz 6 aydır əgər cinsi münasibəti varsa bir kişinin bir qadınla, biz buna partnyor deyirik. Belə halda cinsi münasibətdə olarsan, hər cinsi əlaqədə erkən boşalırsa və yaxud da 70-80%, yəni 10 cinsi əlaqənin 7-sində, 8-də bu insanda erkən boşalma varsa və bunu hər hansı bir formada qeyd edirsə, bu həqiqi erkən boşalma sayıla bilər. Digər halda isə, əgər bir insan ümumiyyətlə uzun müddətli cinsi əlaqədə olmursa, məsəl üçün 5 ay, 8 ay, 1 ildir cinsi əlaqədə olmursa və qadınla kontaktı yoxdursa və bunun nəticəsində təsadüfən cinsi əlaqədə erkən boşalırsa, bu erkən boşalma ciddi bir problem və ya həqiqətən də erkən boşalma olması demək deyildir. Digər halda isə erkən boşalma orqanik və psixogen ola bilər. Ümumiyyətlə, erkən boşalmaya adətən biz kişi cinsi orqanı, qadın cinsi orqanı daxil olduqdan sonra 2 dəqiqə və əgər altında boşalma olursa, bu sürətlənmiş erkən boşalmadır və ya erkən boşalmanın hər hansı bir növünə aid etmək olar.